Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi general polkovnik Elçin Quliyev Almaniyanın Aachen şəhərinə gəlir. Bu şəhəri çox gözəl tanıyıram. 3 il burada yaşamışam. İndi də çox uzaqda deyiləm. 1 saat maşın yolu qət edib gəlmişəm. Bax, burada Elçin Quliyev at şousu göstərəcək bu arenada. Mən də ona söz verdiyim kimi öz şoumu göstərəcəm. Özü də ki havadan. Və plakata nə yazmışam? Azərbaycanın diktatoru İlham Əliyev dayandır o şounu. Bəli, Elçin Quliyev kimdir ki, onun özünə mən etiraz edeyim? Əliyevdir. Əsas mənə, ailəmə qarşı zorakılıqlar edən, ailəmi Azərbaycanda əsir saxlayan, mənə 14 il iş verən İlham Əliyevin rejimidir. Amma neyiniyək ki, İlham Əliyevi bu dəfə tutmadıq. Gəlib burada arsız-arsız bu general at şousu göstərir. Bax, bu arenada göstərəcəkdir. Ay yaramaz general. Sən elə ilin yarısından çoxunu ölkənin xaricindəsən. Niyə sərhədin başında dayanmamısan? Gündə bir DSX əskəri ölür. Bunlara bir cavab verirsən. Utanmaz İlham Əliyev də öz nazirlərini, məmurlarını 10 il, 20 ildə vəzifədə saxlayır. Ayıb deyil, bu yaramazlığını görmürsən İlham Əliyev. Nə qədər sənə siqnal verəm, millətə, mənim şəxsimə qarşı yaramazlıqlar edirlər. Sənin yanındakı Bəylər Əyyubov, Hikmət Hacıyev, Vilayət Eyvazov, DTX rəisi Əli Nağıyev, sənin boynuna ip salıb oynadırlar. Ayıb deyil, özünü bir prezident kimi apar, özünə bir hörmət elə. Sən özünə hörmət eləməyəndən, sənin ətrafındakı nazirlər, məmurlar, generallar sənə hörmət eləməyəndən sonra millət sənə niyə hörmət eləməlidir ki? Mən niyə hörmət eləməliyəm sənə? Bax, bu Almanca olan plakatı bu arenada havadan görəcək Alman ictimaiyyəti. Bütün jurnalistlərə də xəbər vermişəm. Biabır eləyəcəm sizin hamınızı. Bunun 350 qram çəkisi var. Amma bu havada uçaq və təzə aldığım aparat isə tam 700 qram havada çəki daşıya bilir, uçurda bilir. Uçacaqlar. Gələcəm bir də bura. Bir də gələcəm. Şou günləri gələcəm bura. Sizə əsl şounu göstərəcəm. Yaramazlar.